Mehdi Aleyhisselamı saqqallı bir kişi yox, saqqallı bir qadın öldürəcək. Bakılı pərisi. Bunu mən yox, bunu şiə kitablarında Mehdi Aleyhisselama olunan bir hədisləri var. İzlə görəcəksən. Abunə ol. O plusun altına bas ki, bu kimi məlumatları eşidə biləsən. Bəli, Mehdi Aleyhisselamı saqqallı kişi yox, saqqallı bir arvad öldürəcək. Bu Əhl-i Beyti nə günə qoydular? Bizi Əhl-i Beyti sevən. Siz nə günə qoymusunuz bu Əhl-i Beyti? Da bu, mənəm, neysə, fikrinizi bildirərsiniz. Paylaşım eləyin. Esselamu Aleyküm və Rəhmətullah. İzləyin, görün nələr var, nələr. Yenə də növbəti şiələrin uydurduğu nağıllardan biri belə yazılır. Təbii ki, bu çox biabırçı və heç bir məntiqə və dəlilə sığmayan nağıllardan biridir. Demək, onlar şiələr deyirlər ki, şiələrin Mehdisini saqqallı olan qadın öldürəcək, İmam Hüseyin də onu kəfənləyəcək. Bizim alimlər icma ediblər ki, bu hədis zəifdir. Mücahid qardaş. Həm Əhəd, bəli, həm Əhəd. İbrahim hərçəndi məsələn zəif dedirsə, hədislərimizdə var, sabitdir. 2 dənə, 3 dənə ehtimallardan biri də həmən o saqqallı qadındır. Hə, saqqallı qadındır. Həmən o saqqallı qadının bir adı da Bakı pərisi keçir. Bunu da sizə bir sirr açım. Bakı pərisi. Belə bir çox təəssüf. Şiədə belə bir hökm var ki, imamın namazını gərək imam qılsın. Yəni bu həqiqətdir ki, saqqallı bir qadın onu öldürəcək. Bizim, bax, Belə bir hədis varsa... Nurəllinin əqidəsini bilmirəm, amma bizim alimlər bu hədisdən qəti şəkildə əmr eləmirlər. Həm zəifdir, həm vahid xəbərdir. Bu xəbərlə qəti şəkildə əqidə qurmaq olmaz. Qəti. Fakt varsa kitablarımızda. Onda bir dənə zəhmət olmasa siz deyin, siz zəhmət olmasa izah eləyin. Necədir İmam Mehdinin ölüm məsələsi? Siz Onu nəsib olsa görüb biləcək də Nurəli. Bu nağıl deyir, nəsib olsa. İmam Hüseynin gəlib buna qusul namaz qılmağın bilirsən, ölməyin bilmirsən. Təzə çıxıb, bu söz deyil axı bu, ay qardaş. Nurəli, imamın ölümünü əlində olan versiyanı inkar eləyirsən, özündən versiya verirsən. Basim söz olsun. İmamın ölümünü bilməsən, olursan kafir. İmam ölməyəcək, Sən də bilirsən necə deyirsən? Tir Peyğəmbər dedi 12 nəfərdir. Hamısı Qureyşdəndir. Sonra nəsə dedi eşitmirəm. Ay Nurəli, yenə başladı. Nağılı bura. Başladınız, siz başlayırsınız da. Siz özünüz üçün iman gətir. Özünüz onlara deyirsiniz, özünüz də məsələlərin çoxunu iman gətirmirsiniz. Yoxsa Nurəli, biz yoxdur indi dünyada. Sualıma cavab verin hələ. Nurəli, saqqallı qadın olubsa. Və Conchita. Allah başladı, saqqallı qadın da öldü. Eurovision'da çıxmışdı. Bütün dünya baxırdı ona. Onun nə dəxli? Mənim rəhmətli nənəmin xalası qızı da öldü, yox. Hədə söhbət ondan getmir. Siz belə danışırsınız, elə bir saqqallı qadın qeyri-adi bir şeydir. Belə bir şey mümkün deyil. Sən aynı utanmırsan, imama ölü deyirsən. Yaxşı qardaş, bütün... Başlayın da, bax, gül kimi məclis gedir, Mücahid, oturmuşdur da, bax. Sən bilirsən ki, bunlar özlərindən biraz kimsə çox biləni biləndə başlayırlar barmaq eləməyə. Qardaş, qoy oxusun, biz də cavab verə bildiyimizdən. Bir şey çıxar gedək. Hədisin zəif və yoxsa səhv. Qardaş, biz alimlərə... Yox, mən dedim hədisi. Əlimizdə var, hədis təqdim ediyor. Bizim alimlik... Yoxsa yaşayarıq, görərik, bu sözdür. Tamam, İbrahim. Bir səsi var. Bilin mövzu. O bir şübhəyə keçək, axı, sən dedin sayıyı bildik.